500-ə yaxın sakini olan Şəkinin Daşbulaq kəndində 1899-cu ildən əsası qoyulan məktəb fəaliyyət göstərir. 2023-cü ildən 80 şagird yerlik məktəbin yeni modul tipli binası bütün tələblərə cavab verir. Hazırda məktəbdə 13 müəllim, 30 şagird var. 22 sentyabrda məktəb müəllimlərinə məktəbin bağlanması haqqında bildirişlər gəlib. Ardıcıl olaraq kənd kitabxanasının, kənd mədəniyyət evinin 1-2 ay əvvəl bağlanması, indi də kənd məktəbinin bağlanması həm kənd ziyalılarının, həm də bütün sakinlərin ciddi narazılığına səbəb olub. Başqa kənddə iş təklifi vədi verilən məktəbin riyaziyyat müəllimi mən maddi halımı yox, kəndin gələcəyini düşünürəm deyir. İndi bu kənddə gözəl kənddir. Bax, modul tipli məktəb tikilibdir. Məktəbin gözəlliyini də görürsünüz. Maşallah, hər şəraitimiz var. Amma əgər bu günlərdə mənə bildiriş gəlib ki, sizin məktəb bağlanır, sizin əmək müqavilənizə sentyabrın 14-nə xitam verilir. Ondan sonra bizi yerləşdirirlər, deyiblər özləri əvvəldən ki, məsələn, məni Oxud kəndinə yerləşdirəcəklər, saatımı da verirlər. Mən heç nə demirəm. Mən onlara da demişəm ki, mən saat üçün deyil, məni maraqlandıran kəndin və şagirdlərimizin taleyidir. Ardıcıl olaraq kənddə bütün təhsil və mədəniyyət mərkəzlərinin bağlanması, kəndin yolunun pis olması səbəbli sakinlər, xüsusən qış aylarında uşaqların kənara gedə bilməyəcəyini, beləliklə kəndi gənc ailələrin tərk edəcəyini düşünən sakinlər məktəbin bağlanması ilə razılaşmaq istəmirlər. Nədən narazı olmayayım? Narazı olan bir şey yoxdur. İndi də məktəbi bağlayırlar, deməli bu kəndi köçürün. Qardaş, hara getməliyik? Yolumuz da xarab. Bu məktəbin bağlanmağına mən qəti narazıyam. Tək mən yox, bütün valideynlər narazıdır. Uzqar kənddir. Yolumuzu, izimizi siz gələndə görmüsünüz nə gündədir. Ondan sonra kimsə balalarını hara aparsın, oxutsun, harada təhsil aldırsın. Biz xahiş eləyək aidiyyətli orqanlardan bizim məktəbin bağlanmasına biz kənd cəmaəti adından mən deyirəm, öz adımdan deyirəm. Birinin imkanı olar apara oxuturar, birinin imkanı olmaz oxuturmaz. Uzqar kənddir, niyə də bağlanmalıdır ki? Bax, məntəqəmiz var, Feçilmama məntəqəsi. Klubumuzu bağladılar, uşaq bağçamız var, deyirlər bu da bax. Niyə də kənddir da burada. Sorğumuza cavab olaraq Şəki Zaqatala Regional Təhsil İdarəsindən bildirildi ki, Şəki rayonu Daşbulaq kənd ümumi orta məktəbinin bağlanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Bildiririk ki, 2026-2027-ci tədris ilindən etibarən yüksək ixtisaslı müəllim təminatında çətinlik müşahidə olunan bəzi fənlər üzrə tədrisin həmin təhsil müəssisəsində onlayn formatda müəllimlərin sertifikatlaşdırılması prosesində yüksək nəticə göstərmiş ixtisaslı pedaqoqlar tərəfindən təşkili nəzərdə tutulur. Qeyd edirik ki, bu dəyişiklik təhsil müəssisəsinin fəaliyyətinə təsir göstərmir. Məktəbin pedaqoji və texniki heyətinin əmək münasibətlərində hər hansı ixtisas nəzərdə tutulmur. Rəhman Həkimzadə, Yusif Əliyev, Bu gün informasiya proqramı üçün.